Bəli, dəyişib. Bizdə ağırlı gibi. Başlayaq dərsimizə. Bugünkü dərsimiz uşaqlar responsivlikdir. Responsivlik nə deməkdir? Gəlin baxaq. Responsivlik hər hansısa bir saytın bütün cihazların ekrana uyğun olaraq yığılmasına deyilir. Məsələn, hal-hazırda bu saytın görünüşü belədir. Bu hansı cihaza uyğundur? Windows? Windows kimdədir? Ay, yığışdır onu. Yığışdır onu, dərsə bax. Laptop. Laptop. Bu hazırda desktop uyğundur. Desktop ekrana. Yəni əməliyyat sistemi fərqi yoxdur burada. Sadəcə ekran ölçüsü nəzərə alınır. Bu isə nəyə uyğundur? Samsung Galaxy S20 Ultra-ya uyğundur hal-hazırda. Pişirmənin sayt yönəlici dəyişdi. Şəkil yuxarı qalxdı. Yazı düşdü aşağı, şəkil balacalaşdı. Yuxarıdakı düymələr getdi. Düymələr buna vuranda açılır. Nədir? Hər cihazı görə eləməliyik. Hə, hər cihazı görə eləməliyiz. Dünyadakı. Hə, dünyadakı. Dünyada 1 milyondan çox cihaz var. Hamısının amma standart ekranları var da. Standart ölçüləri var. Biz indi saytımızı responsivliyi necə tətbiq eləyirik? Baxın, fikir verin. Get-get şəkillə balacalaşır. Yuxarıda baxın şeylər bitəcək. Bitdi. Nəy? Responsivliyi. Hə, bunu göstərmişim. Hə, bu responsivliyi. Saat ekranı var. Nədir? Saat ekranı. Saat ekranı üçün hə, var. Ne zaman geliyor? Necə yoxlaya bilirsən? Saat ekranı üçün yoxsa yox? Onu bu saytda yox, şeydə yoxlayır. Mən cəddi bu bir sayt var. Oradan cəddi. Hə, mən cəddi. Niye girmesin? İndi deyəcəm birazdan kim girir. Saat ekranı. Videonu saxlayıb deyəcəm. Dəqiqə. O saat ekranıdır. Sayt məsələn görün necə pis görünür. Uydum, burada işləyir. Aslında pis də deyil. Qəşəkdir amma. İşləyir yəni. Zordur. Saat ekranından kim girir? Girə bilmir ki sayta. Yəni maşallah. Maşallah. Deməli, indi gəldi nəyə? Responsivliyi biz saytımızda necə qura bilərik? Gəlin ona baxaq. İlk öncə biz responsivliyi qurmaq üçün burada bizim 2 dənə meta tagimiz var idi. O vaxt mən demişdim, bilmirəm yadınızdadır yoxsa yox. Bu ikinci tag, sonra deyəcəm sizə. Bu tag uşaqlar responsivliyi üçündür. Bu olmasa responsivliyi düzgün işləmir. Bu mütləq olmalıdır. Aydındır? İndi bir dənə div düzəldirəm. Şəkillərin görsənməsi. Hansını deyim? Bir dənə div düzəldirəm. Hündürlüğü satacağım. Burada yox elə olduğu kimi. Mən isə tailwind keçmişəm. Tailwind. Yox. O nə demək? Narahat olma, göstərəsin. Bilmiyorum ben sana bir şey. 16 olma. Nəyə baxaq? RAM to pixel. Bir RAM yox, 16 deyil. Bir piksel. Yani piksel mi? 16 yazıyor. Hə, məsələn bir RAM 16 pikseldir. Hə. Bir RAM 16 piksel. Hə? Nə demək? RAM ölçü vahidi, root element deməkdir. Bahsediyoruz. RAM var. Root? Root element deməkdir. O nə deməkdir? Mən tutaq ki, H1'im var. Hello yazmışam. Mən gəlib H1'ə verirəm ki, font size 1 RAM. Bu nə edəcək? H1'in root elementi divdir. Niyə divdir? Çünki H1 divin içindədir. Bu adlar root elementi. Bunu ya bu formada təsəvvür edə bilərsiniz, ya da ki CSS-də bu formada bir şey var. Adlar root. Buradan gəlib siz dəyişən yarada bilirsiniz. Sizdə belə bir şey var. Şimdi bu root ne? Nasıl? Bu root prosta dəyişən saxlamaq üçün. O değişen işte. Bəli? Değişen. Dəyişən budur. Cə buradan çağırırsın. Deməli, yeni rəng. Elə bir ki mən bunu çağıranda avtomatik bu gələcək. 16 piksel gələcək. 100 kum seçtiği bir şey var. Ya da ki elə bir dəyişən yaratmışsan, dəyişəni çağırırsan. Konsol logda çağırırsan. Ayrı kimi o da çağırır. İndi gələk nəyə? Background color orange.
Height 70 piksel. Bir dəqiqə bunu yığışdırım. Deməli uşaqlar, burada bir divim var. Ekran balacalaşdıran balacalaşır, böyüdürən böyüdür div. Onu hardan bilə bilərik? Gəlin göstərim. Padding 20 piksel. Buradan biləcəksiniz. Heç kimdə heç nə bilməyəcək. Gözləyin. Padding nə idi? Mərcin. 20 piksel. Niye sağ olun? Sağdan ona görə götürmədi ki, soldan da sıxır, onu sağdan da sıxır. Öz sayızı balacalaşa bilmir. Ona görə problem yaradır. İndi tutaq ki, belədir. 95'dir. Belə bir divimiz var. Baxın, fikir verin, balacalaşdırıram. Balacalaşır div. Amma birləşirək. Çünki yerləşmir ona görə. Mən bu ölçünü uşaqlar faizlə yox piksellə versəm nə olardı? Amma sən buradadır. Ya da biraz da böyüyeyim, 1400 eləyim. Belə bir şey. Balacalaşdırıram. Uyğunlaşmır ekrana. Baxın, scroll əmələ gəldi. Səbəbi nədir? Ama rende mesela uğraşıyor. Trenddə uyğunlaşır. Səbəbi nədir? Piksel ölçülər uşaqlar statik ölçülərdir. Nə deməkdir bu? Yəni ekrana uyğunlaşmayan ölçülərdir. Sizin tutaq ki, ekranınız 1200 pikseldirsə və sizin viziniz 1400 pikseldirsə ondan sonra çıxacaq. Yox, əgər ekranımız 1400 pikseldirsə, viziniz 100%dirsə, o bilirsiniz nə deməkdir? Ya Sən get 1400 pikselin hamısını tut. Sonra 100% yazanı bilirsiniz nə olur? O adam telefondan girəndə, məsələn, telefonun ekranı nə boydadır? 600 pikseldə, düzdür? Tutaq ki, Bazı. atıram. Sonra biz 100% yazmışam deyə, o gedib telefon ekranının 100%'ini tutacaq. Yəni 1400 yer tutmayacaq. Telefona uyğunlaşır. Hər bir ekrana uyğunlaşır. Aydın mı? Əla. Ona görə qaytarıram faizi. Bunu ben faiz ediyorum. Faiz nə yazmalısınız? Bəli. Və ən qızıl qayda height verməyin heç bir elementə. Height verməyin. Avtomatik özü qoyun təyin olsun. İndi mən bura height vermişəm düzdür. Niyə vermişəm? Çünki içində heç nə yoxdur. Bax məsələn, ama onda element verip hemen veriyor. padding ver amma çox verə bilmərsən. Maksimum 20 piksel. Uşaqlar, bax məsələn, buna height vermədən necə edərsiniz? Nədir? Uşaqlar, height verməsəz, siz bunları yaza onsuz da bu böyüyəcək. Divin özü böyüyür. Ona görə height ehtiyac yoxdur heç. Düz əvvəlcədən qəribə görünəcək. Yaza bunu böyüyəcək özü. Padding versəz, başı düzələcək. Ona görə height verməyin. Yani bu arkadaş kim JavaScript ne yani? Mən nə deyirəm, sən nə deyirsən? Hansı? Bu? Yazılar. Hə, bu JavaScript-dir, hə. Bayamadan fırladıram. Ya məsələn. Ya məsələn bu footer. Sizə mən buna əvəzinə height vermişəm, height verməmişəm. Prosta yaza böyüyüb bu özü. Sizden mi? Ama içine şu bir ara Yox, heç nə height vermirsən. Heç nə. Height çünki saytın dizaynını pozur, responsivliyini pozur. Yani bundan sonra hayatını yazıp az yavaş mı? Height lazım olduğu yer var. Prosta baxır harda. Məsələn, harda lazım ola bilər? Tutaq ki, AES şəkildir. Sonra harda lazım ola bilər? Tutaq ki, sizin bir dənə ümumi diviniz var. Ümumi divin içində bir dənə div var. Siz istəyirsiniz ki, bu div ana divin hamısını tutsun. Yazırsınız height full. Height full ya da auto. Hə. Ya da height 100%. Yazsan da özü böyüyəcək belə olur. Artı faiz 100% olur. İşlədiyi yer var. Düzdür, bəzən işləmir, amma işlədiyi yerlər var. İndi responsivliyə baxaq. Deməli, biz responsivlik yazmaq üçün CSS-də istifadə edəcəyik @mediadan. Biz @media vasitəsilə responsivlik yazırıq. İlyas, dərsə bax. Artıq danışma. Mən sosial şəbəkədən danışmadım axı. Nə olsun, div də şeydir. Divdir. Hə. Yaxşı, biz medianı necə yazırıq? İşarəsi qoyub media yazırıq. M hərfini basırıq. Eyni basırıq uşaqlar. Media yazdıq. Bura qədər hər şey aydındır, hamıya izah edə bilərəm. Lalə, başa düşə bilirsən? Sən etas. Yonis sən. Sonra demək, mənim başa düşməmişdi. Sən başa düşdün İlyas? Tamam. Medya versiyonda şeyler. Deməli, hansı?
Screen zaten Əl işarəsi. Hə. Screen yazdı ben onu. Hə, ona fikir vermə. Ona fikir vermə. Sən buna fikir ver. Deməli, biz media vasitəsilə HTML-də olan hər bir elementə artıq hər bir ekrana görə ayrıca şey yazmalıyıq. CSS yazmalıyıq. Ayrıca CSS. Hə, olur. O ne zaman mesela Yüksek çimezdi. tablet ekranına desktop'un da telefonun ferdi saati yapıyorsunuz. 3 tane siz değil. Mesela CSS file altında bir 3 dənə CSS faylı açsan işə yaramayacaq. İşə yaramayacaq. Çünki açdığın CSS fayların hamısı counter ekrana təsir edir. Çok maalesef değil. Nəyi? Evet. Sensin. Nesdən responsiv edirlər? Uşaqlar, onun qızıl qaydaları var. Bax. Gəlin buraya yazın. CSS responsive breakpoints. O qırılma nöqtələri deyirlər. Tamam, mən səndən nə soruşuram, sən mənə edirsən. Ay bala. Ay. Uşaqlar, çox vaxt belə edirlər. Mən bunları götürürəm. Düz götürmədim, nəysə. Atın bura. Bunlar inşallah qırılma nöqtələridir. Biz responsivli yazanda bu ölçülərə uyğun yazırıq. Amma baxır istəyə. Məsələn, siz buna yazmaya da bilərsiniz. Bu uca saat ölçüsünə doğru gedir. Ya məsələn, iPhone 5s ucu bu. Çox balaca ekran. Məsələn, iPhone 5s screen size. Ya baxa görün nə boydadır? Atamda var idi. Pikseldən ver mənə. iOS diyorum ben. Burada verib deyəsən. Santimetr nə edirəm? 600. Uşaq xətkeş verdin nə mən? 640 Harada gördüm? yazdırdım. Ben Görmürəm. Tamam ekran. Görmürəm. Ya Hə, 1136-nın 640-a heç bir telefon ekranlarına uyğun deyil. Heç bir standartda uyğun deyil. Bax, məsələn, bu gün durdunuz bir dənə telefon çıxartmağa. Deyirsiniz ki, bunun ekranı bu boyda olacaq, height'ı bu qədər olacaq, dizi bu qədər olacaq da. Ta ki, deyirəm ki, 3000-in 2000-ə bir dənə telefon çıxardırım ekranı. Sizcə qəbul edirlər onu? Qəbul edilməyəcəklər. Çünki bu telefon şirkətlərinin bir dənə qoyduğu qaydalar olur ki, ekran ölçüsü əgər telefon istisna edirsə, ondan kənara çıxmamalı. ama onların da kaydası var. Hə, olan qaydası. Onların patent. Mega. Onu patentin yiyələri. Bəli. Patent. Patentin yiyəsi. Patent nədir bilirsən? Hep düzelttiğim bir şey falan insan olsun. Arsa. Bəs düzəltmədən ala bilərsən? Al. Benim size kodlar dersine ters çıktı. Nə? Coca-Cola patenti yoktu da birisi. Qəşəngdir. Nədir? Coca-Cola patenti yok diyorsun. Nə yoxdur? Coca-Cola. Hə, copyright yoxdur. Ha, Onda aldı. onu bilsin dedim ben. Ha. Tarifini dünyanın tarafı. Patent almak için o şeyini de ben sen. Ben içinde olan şeyler. Yazın. Deyirlər qurd yağı, adam yağı. Adam yağı. Hə. İndi biz responsivli yığan zaman hansı ekran ölçülərindən istifadə edəcəyik, gəlin onu baxaq. Amma sən burada standart olaraq görə nə verib? CSS breakpoints. Yaxşı, bootstrap olsun. Bax, 576-dan aşağı. Hiçbir şey kaybol. X. 576-dan aşağı. Bu nə deməkdir? Bu işə gedir saat ekranı doğru. 576-dan yuxarı. Yukarı nerede? 768-dən yuxarı. 992-dən yuxarı. Yəni gəlin sizə sayın da. Bu da telefondur, telefon ekranı üçündür. Bu amma necə telefondur? Bayaq dediyim kimi, iPhone 5s üçün falan. Balaca. Çıqqılı. Samsung Onun şeyler var ya. Bu uca biraz telefonlardır, normal telefonlardır. Marka buydu. Bu gəlir uca tablet üçün. Kanlar telefon. Bu gəlir uca counter üçün, amma balaca ekranlı counterlər üçün. Bu da gəlir. Bu ne buydu? Tahmini şey buydu var medium. Bir dənə gözüm ekranı götürün. Çok alakası. Ben bir pikseli almak Bence de. istiyorsa ya.
Santimetr olaraq. Metr yani. BPS bölü. Çox maraqlı sual. 1 piksel to SM. SM nə idi? Cımı olmalı idi. Centimetr. 002 1 piksel. Mesela 760. 20 santimetr. Bəs mən də Məsələn, bir qarış nə boydadır uşaqlar? 10 santimetr idi bir qarış. Nasıl? 20 olmalı. 20 də. Elə deyil də. Kişinin oğlu elə deyir. Ben şu an Hava bilər. Nədir? 1400 olacaq 40 santimetr. 37. mesela string counter'ını yapalım. String counter ne kadar? Burası da. Hə. Bilməm. 1900 Onu niyə əzbər bilir? 1924. Hə, 1920 80-ədir. 1920'nin bir seçen. Bəli, bəli. 1920. 50 santimetr. 50 santim olabilir. 1, 51 ben 2, yox olmaz. Ala bilər. Piksel görmüsünüz də necə bir şeydir? Bakın. bu boydadır. Hə. Ben kompüterde Al, bir dəqiqə. nə Kırmızı da yaşıklı. Onlar nə ibarətdir? Kompüterler. Sual adı piksel. Və bunların hər biri bir dənə pikseldir. Bak Twitter yanında alacağım. Hə. Azərbaycan var. Yaşasın. Niye öğrenciler? Bəli? Niye öğrenciler? Dünyada nə qədər rəngi varsa hamısı bu rənglərdən ibarət ona görə. Bu rənglərin qarşılığı. Yanına bakana gösterdim onu. Asasen. Məsələn, əgər bunlardan başqa heç bir rəng eləyə bilmərsən. Bu rənglər bunlardır. RGB. Telefon Üç rəng. açdım kamera yeni göz. RGB Ha. renk. Yox, 4. İndi baxaq biz şeyi necə yazırıq? Responsive. Gəlin baxaq. Responsive yazmaq üçün media yazdıq. Ondan sonra nə edirik? Mütərizə qoyuruq. Biz bura bildirməliyik ki, maksimum hansı ölçüyə qədər hansı vəziyyət baş versin, ya da minimum hansı ölçüyə qədər hansı vəziyyət baş versin. Deyirəm ki, maksimum ölçü 768 piksel olduğu zaman. 768 piksel olduğu zaman. Nə baş versin? Divin background color olsun red, dəyişsin. Gördün mü? Sən yoxlayaq. Hazırda işləmir. Çünki 768 pikseldən yuxarıyıq. Biz nə demişik? Demişik ki, maksimumu 768 olsun. Yəni ki, sıfırdan ora qədər elə olacaq. Bax. Uşaqlar, bura fikir verərsiniz, burada pikseli göstərəcək. Görürsünüz pikseli. 1200, 1100. Bax, 772, 768-dən aşağı ucu belədir. Qəşəng Ta ki, sonsuzluğa qədər. Yəni sıfıra qədər. şey demə. Bax, məsələn, bu məsələn, bunlar. Bunlar da o məntiqdən yığıblar. Məntiqi nədir? Neçə piksel deyildi? 768-də. Ya məsələn, neçə pikselə qədər buna şey qoymuşam mən? 1024 pikselə qədər. 1024 pikselə qədər bu görünsün, bu görünməsin. 1024-ə qədər. Və 1024-dən yuxarı minimum 1024 olduğu zaman bunlar görünsün. Elə bir qayda qoymuşam. İlgililer birbirlerinin için. Bəli, düzdür. Məsələn, mən buna yazsaydım minimum 768 nə baş verərdi uşaqlar? Nə vaxt qırmızı olardı element? 768-dən yuxarı. Yukarı. Bəli, yuxarı. 768-dən aşağı düşən zaman qayıdacaq öz rənginə. Çünki mən burada demişəm minimum. Yəni, mən buna maksimum yazanda uşaqlar, bilirsiniz nə olur? Sıfırdan etibarən götürür başlanğıcını. Amma minimum yazanda başlanğıc bunun özü olur. Ha, Başlanğıc bunun özü olur. Aydındır bak. Ne ölçmüştür? dersin ortasına. Altın taş diğer. Açıq dərs prosta dərsdə yeyib oturacaqsınız. Şeymən izah edəcək. Unity dəli nə üçündür? Kimse değil o. Hə, açıq dərsdə, pulsuz dərs. Okey güzel. Belik. Deyərdi, nə adı yazacaqdı? Benim. O bir zarafat edir. Sən çox zarafatçı uşaqsın, xeyr bir zarafat. İndi, neyniyək? Bir dənə gəlin navbar düzəldə bir yerdə. Bu tipli bir şey. Ekran balacalaşanda ikon çıxsın ortaya. Birinci, bunlar hər şey silirəm.
Hayır, ne max yazsak, ne min yazsak. Onda ne olur? Nə yazsaq? Şey qabağında ne max yazsak, ne de min. Yox, işləməyəcək. İşləməyəcək. Yəni nə aparacaqlar? H1 logo. İçində div. Divin içində 6 dənə ATG olsun. Home. About. Contact. Home. Nədir? Home yazmasın, ne de. Tamam. Düzəldəcəm onu. Tamam. Deyəndə eşən. Eşən deyəndə. Yaxşı elədim. Rahatladım. Hop diye gelen olur ki. Nədir? Hop diye gelen. Ya sen hiç bilmiyorsun. Görmədin nə oldu? Boşaltıyor. Hə. Haydi. Sen Gel sağ ol. Nə oldu? Ne oldu? Kredi. Altıda işləmir də onsuz da. Altıya basanda burada PUBG videoları açılır. Oynadığımız şeyler. Oynadığım şeylər açılır. Üstə baxın. Hasreti göstərir. Deməli, başqa nə fərqəsi var? Home. Müəllim nə olsun? Hə də hə uşaqlar, hə, home, home. Özü Yəni- home, hə. Hayda. İndi bir an bu səliqəyə sal, mənim ürəyim sıxılır. Bayaqda rəis komünist. Mən öyrəşmişəm, yazdıram sonra düzəldirəm. Yaza düzəltmə. Eyni əldə niyə 2 dənə qarpız tutursan? Birini qutar olursun sonra keç. Biraz bir şey yapmıştım. Nə? Şimdi Şimdi Elias bəsdir. Başla. Bir də ki belə bir navbanınız var. Burası bir-birinə çox uzaqdır elə bil. Kolları zaten. biraz. Ekran fərqləri var. Biraz font size-ları da böyütmək istəyirəm. Font size 25. Məsələn belə. Loqomuz əlbəttə daha böyük olmalıdır. Ona görə loqoya deyirik font size 50 piksel. Belə bir şey. İndi içimizden geliyor. maşından gəlirsiniz. Bəli, H6'yı da böyle bilər. nə böyüdə bilərik? H6'yı. Niyə böyüdə bilmirsən ki? Nə olub ki aşağıya? Şikəstdir. H6'yı da böyle bilirsiniz. H6'yı da böyle bilir. Hə də böyüdə bilir. H5'dəsin. Niyə işləmirsən? Niyə işlətməyəsən? Aha böyle bilir. Nəysə. İndi belə bir Birleşti. navbarımız var. Buna biraz da qəpp verək. Mən bir də bir şey yazmaq istəyirəm. Animasiya düzəldəcəm. Onun üstüne geldi böyle şey. Yox. Yazılan üstə yanına altına xəttə olsun. Hə? Animasiya seç. Nəyə lazım? Niye boşuna? Konuşuyor. Content vesin olmalıdır. Araçlaysa böyle olmaz. Hı? Araçlaysa böyle olmaz. Nəsə qoysan yazın yanında görməsin. Başında niye yaz? Yazmalısan mütləq. Burada sürat biraz çiftleşmeli. Ben seçip de işletmem. İşlemezsiz. Nasıl? Təçidli işləməliyəm. Ha, Maalesef. satıyla. Niyə işləmədi? İşlemedim. Hardan belə şey istəyir. Ben Başdan axıra qədər gəlsin. Bir şey. 7 saniye böyle. Al, şeyə görə böyük ehtimalla. Ben mesela. Ha, İşlədi. Okey. Biraz da Ben qalınlaşdı. bunu izleyeyim ortadan bir. tamam. Ha, ben. Tamam. Sonra necədir?
Samaylim. Samaylim. Düymələrə baxırıq Samaylim. Bakın. Baxın. Oo, olur. Nazır xanım necəsiz? Sağ ol. Ben sen değilim. Sen işin olma. Bəli. Ne seçimde orada? Çək. Çək. Necəsiniz? Çək. Deməli uşaqlar, navbarımızı düzəldəndən sonra biz dedik ki, nə etməliyik? Responsibility, media. Telefon ekranı ölçüsü nə qədərdir? Minimum qoymalıyıq, maksimum. Yaxşı, maksimum qədər. 768 piksel. İndi nə etməliyik? Bizə lazımdır ki, telefon ekranında 760 pikseldən aşağı yəni. 768-dən. Bunlar görünməsin. Buton içində. Bunlar görünməsin, içsin. Necə edin bunlar içsin? Renklerini almıyorum. Ayda. Sonra da çalar. Yaxşı, yaxşı. Bir müddet 5 şey kaldı. Yaxşı, yaxşı. Uşaqlar, necə edeyim ki, bu kolanı ağ verməliyik. Başqa necə edərəm? Kolara yaxşı bir şey deyil. Niye? Gəlirəm, ağlar nəyin içindədir? Divin içindədir. Divə gəlib deyəcəm, display none. Media maksimum biz 768 piksel olanlar. Display none. Gəldim. Ekran 768 çatanda bunlar itəcək. Amma bizə itəndən sonra bir dənə düymə lazım. İkon çıxmalı. Ona görə gəlib daxil olaraq font option'un saytına. Sana belasını düşürürsünüz olmaz. Yox, olmaz. Mən səliqəli adamam. Fontoption.com. Bunu da tapmaq üçün buraya yazırsınız bars. Bars yazırsınız, gəlib çıxacaq. Bu salonlardan birini götürürük. Nə edirik? Bunu atırıq divin yanına. Atdıq divin yanına. Bu indi hal-hazırda hər bir ekran üçün görünəcək. Burada da görünəcək. Bizə lazımdır ki, normal vəziyyətdə gizlənsin. Normal vəziyyətdə. Mediada görünsün. Onun normal vəziyyətdə onun displayına. Gəldim, normal vəziyyətdə display. Non. Media içində isə display inline block. Sarı yerdə, hə. Sarı yerdə. Biz nəyə görə göstəririk? Çünki important verməliyəm. Biz nəyə görə? Mən buradan linklə qoşmuşam deyə, bu gedib öz CSS-lərini götürüb gəlir. Və bizim yazdığımız CSS-i vecinə almış. Ana görə. Gəldim. Hələ də vecinə alınır. Ona görə burada bir dənə important. Nə edirəm? Gəldi, balacalaşdı ekran. Düymə açıldı. Düymə gəldi. Buna basan açılmağı o cür reklamlardan sonra. Yəni JavaScript. JavaScript, hə. Onu JavaScript nə edirik? Düzdür, HTML CSS nə deyilir, amma əziyyətdir. Biz nə etməliyik? Input qoymalıyıq. Düyməni üstə basılanda, nə olmalıdır? Əziyyət. Anaqlı da responsibli. Doğrudan. Məntiqi də həm də. Bu arada bir dənə bir şey də göstərim sizə. Siz fonada bir şey yaza bilirsiniz. Tutaq ki, minimumdan maksimuma eyni sətiri təyin edilmək istəyirsiniz. Minimum width 500 piksel and max deyəsən elə bir işləmədən, nəysə. Elə bir işləmədən. Bəli? Dəqiqə, at media query and. Görək, end var orada. Çünki ola bilməz end olmasın. Ayda var. Prosta end səhv yazmışam. Belədir uşaqlar. Bu mətəzi burada qutarır belə. Bu mətəzi burada qutarır. Burada bir dənə belə mətəzi qoyursunuz, endi burada yazırsınız. Belədir. Elə bir ki, minimumla maksimum nöqtəni eyni vaxt təyin edə bilirsiniz. Zəhmət olmasın. Çox sağ olun. 10 dəqiqə tıxacam. Oldu. Aydın da var. Əla. Responsibildən sonra mən sizə nə göstərim? Bunu düzəltdik. Mobil dostu web səhifələr yaratmaq. Mobil dostu. Yəni mobilə uyğun. O demək, mobil dost. Bəlkə sizə şeydə göstərəcəm JavaScript kodu ilə bunun açılmağını. Göstər. Göstərim.
Yox, HTML CSS-dən heç özüm də düzəldə bilmərəm. HTML CSS-ni. Ümumiyyətlə, Ben sertifika. Bəli, Benim dünyada sertifika. konkret yox, ədəbiyyat listener. Konkret köhnəsi oldu. Var. Yani Olmaz axı. Sən işə gedəndə sənin yerə AI intervyu olmayacaq, sən intervyu olacaqsan. Səndən soruşacaqlar onunla. Rəhmət, sən də deyəmdəsən. Avukatsan. amma heç nə böyük məsləklə qarışdırılır. Deməli, nə edirik? Birinci bunun font sayısını artırın, daha sərgəli olsun deyə. 23 piksel. Gəldi bura. Və mənim bu formada şeydən xoşum gəlmir. Mouse'u gətirəm üstünə, əl işarəsi çıxmır. Yəni bizə bildirmir ki, bu bir düymədir. Gəldik, cursor pointer dedik. Belə daha yaxşı olur. Pointerden başka şey verebilirim. İndi biz necə eləməliyik ki, buna vuranda sağdan bir panel açılsın, onun içində bizim düymələrimiz təzədən görünsün. Nə edirik? Gəlirik. Ora bir dil yazsa onu Deməli, nə edirik? Burada biz JavaScript faylımızı qoşuruq. src.app.js Ben akıyorsun. İndi olacaq. Bir tane şey yüklemek lazım. Yox, heç nə işləmək lazım. Deməli, nə edirik? İlk öncə mən bu düymənin ID-sini tutmalıyam ki. Yəni ki, necə deyim? Mən bu düyməyə bir ad verəcəm. Yadınızda ID class keçmişdi. Hə. Siz onu JavaScript-ə ID ilə çağırsanız daha yaxşıdır. Hə, get element bayaq. Mən bunun ID-sini tutmalıyam ki, mən buna hər hansısa bir hərəkət anında istədiyim hadisəni buna mənimsədim. Tutaq ki, mouse üstünə gələndə bu şey olsun. Mouse üstündə basılanı bu şey olsun. Sağ düymə basılanı bu şey olsun mouse üstündə. Klasını götürmüyor olur. Klasını da götürə bilirsən. Bu da acil değil. Nədir? Acil yok lazım. Klasını da eləyə bilərsən, aydın. Deməli, let. Bu düyməni götürürəm. Elə adım baş qoyacağam ki, bilək ki, nədir bu? Document nöqtə get element by ID. Gəlin buna bir ID verək. Bu i-yə. Bars olsun elə. Buradan gəlib deyəcəm bars ID-sini nə deməkdir? Bu document nöqtə get element by ID. Sən get dokumentin içindən ID-ni mənə götür. Elementi ID-sinə görə götür. Dokument nədir? Bizim HTML-imiz. Dokument olur. Gəlin konsola çıxardaq. Görək bars nədir? Konsol nədir? Konsol bu hissə. Mənə görə nə verdi? ITG verdi. ITG verdi. ID-si barsdır. Klası FI soliddir. Həm də FI barsdır. Onu bizə göstərir. Yəni bizə nə lazımdır? Həmin düymənin üstünə basılmağını. Onu tutmalıyıq. Uşaqlar. Nə edirik? Bars nöqtə add event listener. Nə deməkdir? Mənim sənə verdiyim hadisəyə qulaq as. Əlavə olunan hadisəyə qulaq as. Hansı hadisəyə? Klik atsız. Üstünə klik edən zaman nəsə baş versin? Nə baş versin? Sən get bu funksiyanı işlət. Konsola çıxart salam. Tutaq ki. Baxın. Hər dəfəsinə baxanda salam sözünü çıxardacaq. Çünki mənə elə bir şey yazmışam. Algoritm yazmışam. Bu hissəyə lazım olmayacaq. Yazmıyor. Deməli, nə edirik uşaqlar? Biz birinci gedək nə edək? HTML və CSS-də sağdan açılan paneli düzəldək ki, həmin panel sonra JavaScript-lə dəyişək. Benim işleyir de. Ha, işləyir deyə yoxlayıram. Bax, işləyir. İşləyir, sayı artır salam sözünü. Biz birinci gedək HTML CSS-də o dizaynı düzəldək. Onun üçün əlbəttə ayrı bir div açacağam. Amma ondan əlavə nə edəcəm? Mən burada divim var idi. Bunun div yox. Bunu deyəcəm null buttons. Çünki qarşılaca bir-birinə. Bu ikinci divi açacam. Nasıldır? Null buttons. Gəlirəm bir dənə div yaradıram burada. Background coloru. Bunu niyə yazıram? Dəqiqə. Gəldim buradan. Bunu attım bura. Belə bir düymələrim var. Yine buna özümə uyğun düzəldək. Özümüzə uyğun düzəldək. Gəldik. Buna bir dənə class verək. Class site panel olsun elə classın adı. Yan panel.
Sağdan sola doğru açılacaq bizim üçün. Gəldim, həmin klası müraciət edirəm. Site panelə display flex, background color red. Sən niyə gizlənmirsən ki? Necə niyə gizlənsən? Buna görə gizlənmir də. Bu da nav button olmalıdır. Deməli, mənim belə bir panelim var. Nə edirəm? Birinci bunları alt-alta salmalıyam səliqə üçün. Flex direction, column. Gəldi belə düşdü. Ama düğmeye bakalım. Və nə edəcəm? Qəf verəcəm, 20 piksel. Padding verəcəm, 10 piksel. 10 azdır, bu da 20 olsun. Border radius 12 piksel. Hələ border radius olsun. Bunun özünə position absolute deyəcəm ki, sərbəst formada sağdan sola doğru hərəkət edə bilsin. Position absolute da olacaq. Və navbara uyğunlaşsın deyə gəlirəm navbara, nə verirəm? Units. Ya da dizayn olmalı. Gördün mü? Gördün də dəqiqə. Mən səhv elədim, gördün dəqiqə. İndi bizdə nə olmalıdır? Bu sağda gizlənməlidir. Düyməyə basanda sola sürüşməlidir. Birinci bunu sağda gizlədək. Gəlin right 0 yazaq. Gəldi bura. Right-ə biraz mənfi verməliyik ki, getsin sağa da. Mənfi 60 piksel. Burası scroll əmələ gəlir. Scroll-la gizlətməyin yolu var. Bizi gizlədirik. Gəlirəm nava. Overflow x hidden deyirəm. Gizlənəcək olmuşu. O. Buna nə oldu? Hepsi o şey verir. Bir dəqiqə. Overflow x hidden yazmışam. O gedir y avtomatik scroll olaraq götürür. Overflow hidden. Gedicin hər iki opsiyon götürsün. Də. Prosta getmədi. Niyə getmədi? Niyə getmədi? Çok. Çünki overflow yazmış. Ancaq overflow yığışdırır. Və bunu navbarın içindən çıxardıram uşaqlar. Çünki bizə problem çıxardacaq belə olsa. Navdan çöldə. Heç bir adiyyatı uşaq yoxdur onlara. Gəlirəm, bunu düzəltmək üçün neyinlə? Yaxşı yol deyil. Yaxşı yol deyil. Body'yə overflow hidden deyirəm. Hayda. Ay gizləndi. Niye? Niyə yaxşı yol deyil? Saytda olan scrollları gizlədir ona görə. Baş saytda problem çıxsa bilməyəcəksən. Problem var ki. Ona gəlirsən. Pisdir, çox pisdir. İndi uşaqlar, bunu biraz da sağa sürüşdürməliyik. Eləyək 100 piksel. Ben size demeyeyim. 150. Çok gizləndi orada. Orada gizlən. Bizə lazımdır ki, düyməni basanda sola sürüşsün. Al. Buna bir tane transition verim indi. Hə? Bunun on klikində onu sola sürüşdürəcək. Amma necə? Birinci gedib buna da ID verirəm ki, JavaScript-lə buna bir şey verib ki, sürüşsün də sola. Site panel adında bir ID verirəm. Classdakı. Buradan da bir dəyişən yaradıram. Let site panel bərabərdir document nöqtə get element by ID site panel. Muhalifler niye transport? Posta niyə alın? Posta alsan daha mənfidir. Hə, düzdürsən. İstədim öyrəşim də. Bir oldu. Nəysə. Burada deyəcəyik ki, baxın burada bizim ID-miz var idi, bar saytısı. Burada deyəcəm ki, barsın üstünə klik olunan zaman site panel nöqtə style nöqtə position yox, nöqtə left bərabər olsun left niyə right bərabər olsun 0-a. Gördünüz? İndi nə lazımdır? Üstünə basanda bir dənə o tərəf getməlidir. Ortaya. Sağa, təzən gizləməlidir. Onu da necə edirik? Şərt verməliyik. If, əgər
Əcəb. Designer'den şey bilirsin. O da olar. Site panel nöqtə style nöqtə right bərabərsə 0-a. Bərabərsə 0-a. Sən bunu site panel nöqtə style nöqtə right-ı bərabər elə təzədən mənfi 150 pikselə. Yəni gizlənsin. 0-a bərabərdir. Əks halda sən bunu təzədən 0 elə. Hepsi oldu. Neden? O iki dənə bərabər yazılır. 2 də olmalıdır, hə. Şey almakla şart versin. Bir dəqiqə. Bunu bastım. Onu basan zaman getdi bu işlədi. Beraber string of Oxuyum, elə şey var. beraber yapalım. Ay yox, o başqa temadır. O müqayisədir. Heç bərabər həm tipi yox, həm şey. Yes. Bu gəldi bura. Bir dakika, paylaşırsa həqiqətən sıfırdır. Bəlkə sıfır piksel olaraq görür olmaq. Ola bilər mi? Yox, yuxarıda şərtdə. Çox belə düzəldə bilərik. Düzəldə bilərik. Amma bunun da atam yolu var. Mən bu yola yazmamışam. Necə? Site panel nöqtə toggle belə işləyir, yoxsa yox? Ha, Belə işləmir də toggle. yok şey Yok hayır. Eee, Ben unutmuşum bakmak lazım. o qədər yazmamışıq ki. Toggle function yes. Sen kısa mı? Ata sen. İçinden sen var şey tatlı yazırsın. Önemlisi de ezbersiz bir şey yok. Şeye de hiç mi ezberlisin? Mesela son bunu ben orada mesela iki yerine de yazma olur. Ben zevkle bir şey yazmışım diye hatırlıyorum. Klikin yerinə Öyle bir şey hatırlıyorum. var ki elə bir şey. Var. Var. Ben hiç hatırlıyorum. Ya. O topluluğu çok üstünden. Bir dəqiqə. Əgər belə sonda işləyər də. Kodu sileceğim. Üstüne ne yaz? Aynen. Style. Burada necə yazmışdım? Belki Animate List'in topluluğu tabak ya da pedagog olur. Belki. Yok bu fonksiyon yazıyor. Yok böyle yazmıyor bence. Aynen. Hə yox, uşaqlar. Şey toggle ancaq şey üçün işləyir. Elementə class əlavə edib götürmək Class üçün. listler. Ha. Ancaq. Ancaq bunun üçün işləyir. Ceren'de bir tane klas yazdı. Ona görə bir dənə gedib iyrənc yolla bunu edirik. Gəlir deyirik ki, nə bilim, iyrəncdir. Bir tane şey yaradı da. Mesela Site panel 2. Right olsun 0. Güzel. Prosto gelib klassını dəyişəcək element. Ne iğrenç oldu? İyrəncdir. Niye? Çox qəribə. Yok. bir şey. Ama topluluğu daha asan. Toggle daha asan deyil. Ama başa düşmek için o birisi. Amma başa düşmək üçün şərt vermək, hə. JavaScript yazdığım aydın oldu yoxsa yox? JavaScript-də nə yazmışdım? Olabilir. İngilvari. Olabilir. CSS bəs. Hiç olmasa Maraqlıydı bu, responsive məsələsi. Tamam. o şey çıkmak var ya onu gösterdim. Xət, Ben çok maraqlandım. xət çıxmağı göstərim onu. Reklamlardan sonra. Falsaya getdik. Nəysə, başlayaq. Hakkı gösterdim. Bu göstərdiyim aydın oldu. İndi xətti göstərəcəm. Bayan Fərid istədi. Mouse'una gələn xətt yaranmağı. Bunu nəticədən göstərim. Videoda var mı? O da düzsün. O da. O da düzsün, onu göstərəcəm. JavaScript-i silək, ehtiyac yoxdur. İlyas. Başlasın. Bir dənə H1'imiz olsun. Yaxşı. H1'ə biraz font size verək. 35 piksel. İlk ispatı neydi? Biz dərsdə var məncə. Mouse üstünə gələndə xətt çıxsın. Bir dənə bunu birinci kursor pointer eləyək. Əl işarəsi olsun. Mouse üstünə gələndə xətt çıxsın. Nə etməliyəm? Birinci xətt üçün bunun avtorunu yaratmalıyam. Xətt üçün. Ben ne yapacak geçmiştim? Keçmişəm. Sonra content verirəm ki, mən buna content həmişə verməliyəm, yoxsa avtor işləmir. Content verdim. Contentdən sonra nə edirik? Contentdən sonra gəlib buna background color verək.
Ta ki red olsun. Sonra bu elementi biz yeni yarattığımız için buna bir display təyin etməliyik ki, şey olsun, işləsin. Display block dedim. Diyeceğim. Nədir? Flex Universe içində xəçin. Sonra nə verəcəydim? Height verəcəm. 4 piksel. Bir də width. 100%. Belə bir xətt var. İndi bu H1'in də bizdən şey deyək. Fit count. Sən yazı qədər olsun. İndi necə etməliyik ki, bunun üstünə mouse'u gətirəndə bu işləsin. Bu vizi birinci 0 verirəm. Yəni görünməsin. Və buna transition verirəm ki, axıcı formada yazsın. Soldan sağa. Transition all.5s. Ben yek olsun. 7 çoxdur. Deməli, buna necə verirəm? Deyəcəm ki, H1'in üstünə hover eləyəndə, yəni yazının üstünə gələndə, bunun after'ı vizi olsun 100%. Fəaliyyət. Yok bu gider. Bu qədər sadə. 10 santim kod. Bəli. Bu hissəmiz belə. Kiminsə sualı var? Hayır. Sual yoxdursa, J-School-un navbarını responsivlik vasitəsilə düzəlt. Bu efekt vacibdir. Yox, effekt vacib deyil. Logo vacibdir, yazılardır. Yazılar eyni olmasa da olar. Burası responsivlik olsun. Ancaq az var. Ancaq nav var. Responsivliğin hansı söylüyor? Ben JavaScript kodunda yaparım. JavaScript yox, JavaScript. Onda o şey. Hansı olsa 768-ə qədər düzəldin yetər. Bir de ona. Bir də onu düzəldin bəs. Nedir yani?